Qarabağın müdafiəçisi Bəhlul Mustafazadənin Çin yolunda bir əmması peyda olub. Çin klubu Shenzhen City futbolçumuzla danışıqlara gedib, müqavilə şərtlərini dəqiqləşdirib, artıq müqavilə imzalamağa hazırdır. Və martın 6-sında yeni Çin çempionatı başlayacaq. Bu müddətə qədər artıq klub başlayıb hazırlaşmağa. Amma Bəhlul xahiş edib ki, qabaqdan Qarabağın Newcastle-la 2 oyunu var və oyunları yola verim, gəlim. Düzdür, Bəhlulun Qarabağla müqaviləsi 2027-ci ildə bitir, amma Qarabağ futbolçunu buraxmağa hazırdır. İndi söhbət Çinlərdən gedir. Çinlər buna razıdırmı, yoxsa yox? Çünki Çinlər düşünürlər ki, Bəhlul bu dəqiqə bizə lazımdır ki, hazırlıq mövsümündə bizlə olsun, hazırlaşsın və martın 6-sında komandaya hazır gəlsin. Bəhlul da Qarabağı qoyub getmək istəmir. Bu məsələ hələ ki sakit həll olunmağa çalışır, ancaq hər şey Çinlərdən asılıdır. Bir də görünür ki, fikirlərini dəyişdilər, dedilər ki, bizə Bəhlulu istəmirik, biz başqa futbolçu alırıq. Onda Bəhlul Qarabağda müqaviləsini davam edərək qalacaq. Hər halda belə deyək, Newcastle-la oyunları gözləyək və ümid edək ki, Çinlər fikirlərini dəyişməyəcəklər.